əvvəllər dediyim, məsələn, bir 50 il öncə əgər qadınlarda klimaks ya da ki, uşaq doğurma yaşı daha, məsələn, 40 yaş üstü uşaq dünyaya gətirə bilirlərdirsə, son 50 ildə 40 yaş üstü uşaq dünyaya gətirən qadınlar sayı çox azdır və onsuz da 40 yaş üstü hamilə qalanlarda inkişafdan qalma şansı çox azdır. Bu nəyə bağlıdır? Yumurtalıqların erkən, yəni son 50 ilə görə yumurtalıqların yaşlanması daha gənc yaşa təhamül edir. 35 yaşlı qadınlarda da bəli, yumurtalar artıq yaşlanmağa başlayıb. Necə ki 35 yaşından sonra bizim dərimiz qırışmağa başlayır, saçımızda ağlar əmələ gəlirsə, yumurtalıqdakı yumurta hücrələr də yaşlanır. Bir qadının yumurta hücrəsi heç bir zaman yenidən yaranmır. Doğulanda nədirsə, sonuna qədər odur. Yeni yumurta hücrə yaranmır, onu bilin. Yəni 40 yaşda bir qadının yumurta hücrələri birinci 40 illik bir hücrədir. 40 ildə yaşlanıb artıq, yaşlanıb, köhnəlib və orada problemli hamiləliklər şansı artır. Bəli, orada yaxşı hücrələr də var. O yaxşı hücrələrdən sağlam hamiləlik olur. Deyirlər ki, mənim 42 yaşımda sağlam uşaq dünyaya gətirdim. Bəs necə oldu? Bəli, orada sağlam əlbəttə hücrələr var. Amma çoxu yaşlanmışdı artıq. Ona görə nə deyirik? Uşaq dünyaya gətirməyə çalışıb 40 yaşa, 35 yaş üstə ertələməyək. Əgər yəni sosial bir problem yoxsa 35 yaş altı, yəni uşaq dünyaya gətirmə şansı daha məqsədə uyğundur, həm uşağın sağlığı açısından, həm hamilənin gedişatı açısından. Amma kişilərdə bir də xəstə deyər ki, yoldaşımın yaşı çoxdur, məsələn 40 yaş, 45 yaşı var. Bir həmən uşağımız olsun ki, yoldaşım yaşı keçir. Onlara bir demək istəyirəm ki, kişilərdə belə deyil. Kişilərdə sperm yenilənir, yeniləri yaranır, sürekli yaranır. Amma qadınlarda təəssüf ki, yeni yumurta hücrə yaranmır. Ona görə yaşandıqca hamilə qalma şansı da müəyyən qədər azalır, sağlam hamiləlik gedişatı da azalır müəyyən qədər və inkişafdan qalmalar, hamiləlikdə yüksək təzyiq, çift qopmaları və bu risklər artır bəli. Məhz bu yaş artdıqca baş verən qüsurlu hamiləliklər ki, az öncə də özünüz vurğuladınız. Bayaq ki, çünki yəni bir yumurta hücrə 40 ildə orada gözləyib və orada və bilirsiniz necə gözləyir? İndi tibbət çox girmək istəmirəm. Bölünmə fazında arrest olub gözləyir. Bilirsiniz də bölünür, mayoz olur. Yəni 46 xromosomlu bir hücrə bölünür, 23 xromosomludur. Niyə 23 olur ki? O biri yoldaşında 23 olacaq, düzdür? Bu tam bölünmə dövründə ikinci mayozda arrest olur bu və arrest halında gözləyir. Ovülyasiya zamanı artıq ikinci mayoz tamamlanır, yumurta hücrə çıxır dışarı. Düşünsənə, arrest olmuş, 40 il arrest olmuş bir yumurta hücrədə səhv etmə şansı yüksəkdir. Yəni burada trizomu 21, trizomu 18 ya da triploidlər. Əsasda genetik mutasiya çərçivəsində. Genetik mutasiyalar, yəni bu xromosom çərçivəsində olan xromosom problemləri artır. Arrest olmuşdur, bayaq dediyim kimi. Ona görə özəlliklə qadına bağlı 40 yaş üstü xanımlarda, 35 yaş üstü deyil artır, amma 40 yaş üstü özəlliklə artır. Daha sonra doğum riski doğulan bəbələrin şansı daha çox artır. Trizomu 13-18 riskləri artır. Biz ona görə 35 yaş üstü qadınlarda özəlliklə üstünə düşürük, genetik testləri mütləq verməlidir. Karyotip analizlərini, hansı ki NIF testi, qanda fetal DNA axtarılır, özəlliklə bunları verməlidir. Artıq 35 yaş üstü qadın ikili su test verməsin. 35 yaş üstü qadın əvvəllər bu NIF test olmadan öncə, özəlliklə mən Türkiyədə təhsil aldığım zaman 35 yaş üstü qadınlara amniosentez edilirdi. Mütləq hamiləlik suyu ilə analiz götürülürdü və o baxılırdı. Artıq bu NIF testi dediyimiz non-invaziv testlər çıxdıqdan sonra onlarda artıq qandan analiz götürülür, fetal DNA parçalarına baxılır. Bəli, 95-99% diaqnoz qoyulur. Ona görə bütün pasientlərimə məsləhət görürəm. Özəlliklə 35 yaş üstü pasientlər artıq ikili su test etdirməsinlər. Çünki bunlar risk göstərir, bilirsiniz, diaqnoz testi deyil. Təbii, NIF testi də birbaşa diaqnoz testi deyil, amma ən azından 95-99% dəqiq diaqnoz qoyur. Doktor, az öncə elə vurğuladıq, iləri yaşdakı hamilələrlə əlaqədar. Tutaq elə 35 üstü bir xanım, 35 yaş üstü bir xanım müraciət eləyir sonsuzluqla, belə deyək, və aşılanma və s. kimi proseslərdən istifadə edə bilərmi? Az öncə özünüz vurğuladınız ki, məhz onun yumurta hüceyrəsi artıq 40 yaşlı hesab olunur. Bu zaman onun, yəni... Yox. Şimdi belə 35 yaş 40 yaş hesab olunur demirəm. Sadəcə yaşlanma daha hızlı gedir demək istəyirəm. Əlbəttə, elə onu vurğuladınız. 35 yaş üstü bir qadın uşağı olmursa, bizə müraciət etdiyi zaman öncə əlbəttə müalicə veriləcək. Onun müalicə şansı vardır. Amma burada illəri qatmamaq lazımdır. Ona bildirir ki, sənə 35 yaş üstü ən fazla 1 il müalicə verəcək. Bu 1 il müddətində uşaq olmadısa, sənin yumurtalıqların zəifləyəcək. Ona görə sənə məsləhətimiz budur. Protokol deyil, sadəcə məsləhətimiz budur. Sənin yumurtalığın zəiflədiyi üçün aşılama ya da digər yöntəmlərdən istifadə edək.
Yəni bunu sadəcə xəstəyə məsləhət edir. Ya da 40 yaşlı bir xəstə pasiyent bizə müraciət edirsə, yox sənin yumurtan zəifdir, sənə müalicə olmaz deyilməz. Sənin müalicə şansın azdır, onsuz da yumurtalıq rezervin azalıb, istəyirsiniz fərqli yöntəm istifadə edək. Ya da pasiyent deyir ki, mən kesinliklə bu NIF testi falan verib problem varsa hamiləliyi sonlandırmaq istəmirəm. Mənə sağlam uşaq verin. Bəli, onları digər müalicə yöntəminə alırıq, dışarıda embrionlarına baxırıq, onu ana bətinə köçürürük. Bəli, bunu istəyərsə, əgər dəqiq bir, yəni kəsinliklə aborta qarşıdır, bu uşaq sağlam olsun, xəstə olan uşaq olsa da mən istəmirəm bunu sonlandırım, mənə birbaşa sağlam uşaq lazımdır deyirsə, bəli, bunu etdirə bilər. Bunu hər yaşda pasiyent etdirə bilər birbaşa. Həm 35 yaşlı bayan özəlliklə istəyirsə, bəli, bunu etdirə bilər.